Abituriyentlər bildiyimiz kimi bugün, yəni 25 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü qrupların ilk qəbul imtahanını keçirtdi. Tarixdən istifadə olunmuş sualların izahını sizlərlə bölüşmək istəyirəm. Əvvəla qeyd edim ki, 2-ci və 3-cü qruplar eyni gündə imtahan veriblər və testlər eynidir. Sadəcə 3-cü qrupların istifadəsi Ərəb-İsrail müharibəsindən düşüb, 2-ci qrupların istifadəsi isə məhz Azərbaycan xanlıqlarına aiddir. Başlayaq ilk sualımızdan. Aha. Baxın bura. Deyir ki, Şimali Azərbaycanda çarizm məhz əhalinin etirazının qarşısını almaq üçün 19-cu əsrin, baxın bura, 19-cu əsrin 40-cı illərinin ikinci yarısında hansı tədbirləri görmüşdü? Burada çox sadə sualdır. Cavab B variantıdır. Nəyə görə B variantı? Çünki 1841-ci ildə bəylərin və ağaların tigil torpaqları müsadirə olundu. Xalq etirazı başlayır deyəndə 42-ci ildə müsadirəni dayandırdı. Və 1846-cı ildə reskript imzalandı və həmin reskriptə əsasən tigil torpaqları əvvəlki sahiblərinə irsi olaraq qaytarıldı. Bu da həmən cavabdır B variantında. Ali müsəlman silikinin torpaqları üzərində irsi mülkiyyət hüququ təsdiqləndi. Sadə bir sual idi. Keçək növbəti 32-ci sualımız xəritə üzərində işdir. Baxın, Xocavənd üzərinə demək ulduz qoymuşdu və qoyub Xocavəndlə bağlı düz cavablar tapmalıyıq. Əvvəla qeyd edim ki, baxın burada birdə deyir ki, 2024-cü ildə İlham Əliyev ərazisində səs vermişdi. Prezident seçkiləri keçiriləndə orada səs verilmişdi. Bu Xankəndidir, Xocavənd deyil. 2024-cü ildə İlham Əliyev Xankəndində səs vermişdi, Xocavənddə yox. Bir çıxıldı buradan. 2-yə baxaq. 10 noyabr bəyanatına əsasən deməli işğaldan azad olunmuşdu. Bu da səhv fikirdir. Nəyə görə? Çünki 10 noyabrda demək üç tərəfli bəyanat imzaladıqdan sonra hələ Xocalıdır, Xocavənddir, Ağdamdır, Kəlbəcərdir, Laçındır, Xankəndi. Bunlar tam hələ azad olmamışdı. Səhv fikirdir. 3-ə baxaq. Deməli anti-terror əməliyyatları ərəfəsində ərazisində Rus sülh məramları yerləşdirilmişdi. Bəli, 3 düzgün cavabdır. Deməli çünki 2-ci Qarabağ müharibəsi bitəndən sonra deməli Xocalı idi, Xocavənd idi, daha sonra Laçın dəhlizi boyunca ərazilərdə hələ Rus sülh məramları qalacaqdır 5 il müddətinə. Ona görə də 2023-cü ildə yəni hələ o var. Rus sülh məramları qalmaqdaydı orada. 3-ü götürəcəyik. 4-ə bax, ərazisində Alban memarlıq abidəsi yerləşirdi. Bu da düzgün cavabdır. 3 və 4 variantı, B variantı. Məsələn, Amaras monastırı haradaydı? Xocavənd ərazisində. Keçən növbəti sualımızda bir şey qeyd edelim ki, bu illərin qəbul imtahanı tarixdən çox çətin düşmüşdü. Sxemlər, daha sonra xəritələr, yəni xəritə adətən olur, amma da bu qədər sxem olmamışdı. Xəritə həmişə əvvəl bir dənə düşürdü, sonra 2 dənə düşürdü, sonra 3 dənə, hətta 4-ə qaldırdılar sayını. Bu illərin daha çox sxemlərə yer veriblər. Düşündürücü, vaxt aparan və məntiqi suallar çox idi. 30 sualdan yalnız 4 ya 5 dənə sual normal suallar idi. Qalanları vaxt aparan və çətin sorulardan ibarət idi. Və bizim bu testimiz hal-hazırda 3-cü qrupun testidir. 3-cü qrup və qeyd edeyim ki, 3-cü qrup və 2-ci qrup eyni test olublar. Və Yolçiyev Elmir, yazın bura adın, qoy düşsün tarixə. Yolçiyev Elmir. Deməli, onun testi yalnız bir səhvi var. Bir səhv var testdə. Yəni, buradan demək ona eşq olsun deyirəm həqiqətən də. Keçək dərsimizin testin izahında reklamlara kifayətdir yer ayırdıq. Aha. Deməli, baxaq bura 1787-ci ildə qəbul edilən ABŞ Konstitusiyasına əsasən uyğunluğu müəyyən eləyək. Yəni, ABŞ Konstitusiyasını xatırlayaq. Deməli, orada biz demişdik ki, dərs boyu ABŞ Konstitusiyası deməli hakimiyyəti 3 qola bölmüşdü. Qanunverici, icra edici və məhkəmə qollarına bölmüşdülər hakimiyyəti. Qanunverici orqan nə idi? Konqres idi. İcra edici orqan nə idi? Prezident. Bəs məhkəmə, ali məhkəmənin səlahiyyətləri genişləndirilmişdi. İndi gəlin bunlarla uyğunluğa baxaq. Bunlara aid uyğunluq göstərilib. Deməli, qanunverici orqan konqresdən bəhs edib. Burada deməli S götürüləcək. Oldu mu? Bilə gəlin S qoyaq. Konqreslə bağlı, qanunverici orqanla bağlı nə deyə bilərik burada? İcra hakimiyyətinin işini yoxlayırdı. Bəli, A-nı da götürəcəyik. Biri A-nla S-ni götürək.
Çünki Konqres səlahiyyətləri geniş idi. Həm icra orqanları nəzarət edirdi, həm də ki, Konqres adlanırdı. Amma yuxarı palata nümayəndələr yox, Senat adlanırdı. Burada B çıxılacaq. Biri A-dan C gedir. 2-yə baxaq indi burada icra edici orqan prezident idi. Bəli, burada A-nı götürəcəyik. 2-yə A-nı götürək, prezident. Sonra icra edici orqan prezident deməli ömürlük seçilmirdi. Xeyr, 4 ildən bir seçilirdi. Bir də ki, qanunlara veto qoya bilərdi. Amma burada deyir ki, veto qoya bilməzdi. Bu da səhv fikirdir. Yalnız A-nı götürəcəyik. İndi 3-ə baxaq məhkəmə funksiyasına. Görək nələr əks olunmuşdu. Deməli, məhkəmələr nə edirdi? Konstitusiyaya, qanunların uyğunluğunu yoxlayırdı. Bəli, A düzgün cavabdır. B-yə baxaq. Rəhbərləri birbaşa xalq tərəfindən seçilirdi. Xeyr. Bu səhv fikirdə ola bilməz. Bir də ki, hərbi qüvvələrə rəhbərlik etmək səlahiyyətinə malik idi. Xeyr, bu da prezidentə məxsusdur. Yalnız A. 1-ə AC, 2-yə A, 3-ə də A. Varmı cavab? 1-ə AC, 2-ə A, 3-ə də A. Bəli, A variantı. Keçək növbəti sualımıza. Yenə sxem. Baxın bura. Deməli, eyni zamanda bu test həm də biraz çətin tipli test tapşırığıdır, həm də vaxt aparırdı. Burada deyir ki, baxın, diqqət edək. Bizans dövləti bu sxemdə verilən dövlətlərlə oxşarlığını seçək. Yəni burada birinci Göytürkü verib, Axun dövlətini verib, bir də Albaniya dövlətini verib. Bu üç dövlətin Bizansla oxşarlığını tapmalıyıq. A-ya baxaq. Məsələn, birinci gəlin baxaq. Axunlardan danışaq. Bağışlayın, Göytürklərlə danışaq. Göytürklərin Bizansla oxşarlığı nə olacaq? Deyir ki, Sasanilərə qarşı mübarizə etmələri. Bəli, Sasanilərlə Bizansda toqquşub. Məsələn, 532-ci də müqavilə bağlayıblar. 624-29-cu illərdə Sasanilərlə Göytürklər toqquşublar. Əlbəttə ki, biz bunu bilirdik ki, əvvəl Sasani Göytürk birləşib Axunu dağıdıblar. Sonra Göytürklər Sasanilərlə müharibə ediblər. Hətta onlardan demək Soqdiyananı almışdılar. Deməli, Bizansla Göytürkdə oxşar cavab A. B-yə baxaq. Xalqların böyük köçü dövründə yaranmışdılar. Bəli, bu da düzgün cavabdır. Birinci Göytürk dövləti 552-ci ildə 6-cı əsrdə qurulacaq. Xalqların böyük köçü isə 4-7-ci əsrləri əhatə edir. Bizansla oxşarlıqdır. Bizans da 4-cü əsr sonlarında qurulacaq. Oxşar cəhətdir. C-yə baxaq. Çini asılı hala salmaları. Birinci Göytürk Çini asılı hala salıb, amma Bizans asılı hala salmayıb. Deməli, burada 1-ə yalnız gedəcək A və B. Gəlin buradan yazaq 1-ə A-la B-ni. Keçək indi Bizansla oxşarlığa Axunlara baxaq. Axunlar Hindistana yürüş ediblər. Düzdür, Axunlar hücum ediblər Hindistana, amma Bizans hücum etməyib axı. Bu oxşar ola bilməz. B-yə baxaq. Göytürklərin hücumlarına məruz qalıblar. Bunu götürəcəyik. Çünki Axunlara da Göytürklər hücum edib, Bizansda da. Gəlin xatırlayaq, Axun dövlətini kim dağılıb? Deməli, Sasani və Göytürk birləşməsi. Deməli, Göytürklə Axun toqquşublar. Bir də ki, Bizansla da Göytürklər müharibə edib. Düşünək, məsəl üçün, Göytürklərdə istəmir, deməli, Yabqu, Bizansın üzərinə hücum edib və əvvəl müharibə ediblər, sonra isə diplomatik münasibətlər qurublar. Yəni, həm Axunlar, həm də ki, Bizans Göytürklərlə müharibə ediblər. 2-yə yalnız B-ni götürək. C-yə baxaq. 4-cü əsrdə yaranmaları. Bu da düzgün cavabdır. Bizans 395, 4-cü əsrin sonlarında, Axunlar 4-cü əsrin sonlarında qurulacaq. 2-yə B ilə C-ni qoyaq. Yazaq bura 2-yə B ilə C. 1-ə AB, 2-yə BC. 3-ə baxaq. İndi Albaniyanın Bizansla oxşarlığını tapaq. Rəşidi xəlifələrin qoşunlarına qarşı mübarizə aparıblar. Doğrudur. Məsəl üçün, Bizans məsəl üçün, xatırlayın, 636 Yarmuk döyüşündə 4 xəlifə dövründə ərəblərlə toqquşub. Albanlar da ki, götürək Kadusiya döyüşündə, Ktesifon döyüşündə Sasanilərlə bir yerdə ərəblərə qarşı toqquşublar. Burada A-nı götürək. B-yə baxaq. Səlcuqlar deyir. Axın, Səlcuqları Albaniya görmür. Oldu mu? Bu çıxılır. Bir də ki, C-yə baxaq. Atillaya xərac ödəmələri. Attillaya xərac ödəyən, deməli, Bizans deyildi. Qərbi, üzr istəyirəm dəqiqə. Bizans 434 və 447 Balkan səfərlərində Attillaya xərac ödəyib, düzdür. Amma Albaniya deyildi, dilim topuq vurdu. Albaniyada yoxdur, amma Bizansda var. Deməli, 1-ə A, B, 2-yə B, C, 3-ə yalnız A-nı götürək. Varmı cavab? 1-ə A, B, 2-yə B, C, 3-ə A, bəli. Düzgün cavabımız Y variantı. Hələ ki, Elmir bəy düz gedir.
Görək səhifə harda çıxıb, bir dənə səhifə var. Yenə sıxım, baxın. Hadisə və nəticə əlaqələrinin uyğunluğu pozulmuşdur. Bizə səhv cavab lazımdır. Şəki xanlığında Səlim xan hakimiyyət başına gəlməsi, Şamaxı xanlığı uğrunda Qubalı Fətəli xanla mübarizənin aparılması. Bu səhv fikirdir. Deməli, Şamaxı xanlığı uğrunda Quba Şəki mübarizə aparıb. O vaxtı Qubada Fətəli idi, amma Şəkidə Hüseyn idi. Səlim xan deyildi hakimiyyətdə. Bu səhv fikirdir. Bizə nə lazımdır? Səhv fikirlər tapmaq lazımdır. Bunu götürdük. Daha sonra Bayat savaşının baş verməsi, Qubalı Fətəli xanın məğlub olaraq Salyana qaçması. Bu da səhv fikirdir. Bayat savaşı 1748-ci ildə olub. Burada Qarabağ xanı Pənahəli xan qələbə çalmışdı Şəki xanı Çələbi xan üzərində. Burada Qubalı Fətəli xan iştirak etməyib. Bu da səhv fikirdir. Götürəcək yanıma, bizə səhv cavablar lazımdır. Gəncədə Cavad xanın hakimiyyət başına gəlməsi, xanlığın möhkəmlənməsi. Bu düzgün cavabdır. Biz bunu götürməyəcəyik. Bizə səhv cavablar lazımdır. Daha sonra 1802-ci ildə Georgiyevski müqaviləsinin imzalanması Rusiyanın müqaviləni imzalayan xanlıqlara verdiyi vədlərə əməl yetirməməsi. Düzgün cavabdır bu. Bildiyimiz kimi 1802-də Georgiyevski müqaviləsinin deməli Quba xanlığı, Lənkəran xanlığı Rusiyanın imzalayıb və Rusiya onlara vəd vermişdi və əməl etməmişdi. Bu düzgün cavabdır əslində. Biz bunu götürməyəcəyik. Bizə səhv cavablar lazımdır. 5-ə baxaq, Kürəkçay müqaviləsinin imzalanması, Şəki xanlığının daxili müstəqilliyinin ləğv edilməsi. Kürəkçay müqaviləsi 1805-ci ildədir. Şamaxı, bağışlayın, Şəki və Qarabağ bunu Rusiya ilə bağlayıb və bu xanlıqlar daxili müstəqilliyi saxlayırdılar, ləğv olunmamışdılar. Bu səhv fikirdir əslində. Bizə səhv cavab lazımdır, götürməliyik. Deməli, 1, 2 və 5 səhv cavabdır. Cavab C variantı. Keçən növbəti yenə sxem. Baxın, görün nə qədər sxemlərdən istifadə olunub. Uyğunluğu müəyyən eləyək Sovet Azərbaycanı 1950-ci illərdə və Sovet Azərbaycanı 1960-cı illərdə. Gəlin görək 50-ci illərdə Sovet Azərbaycanı neyiniyib? Yeni konstitusiyanın qəbul edilməsi tamamilə yanlış fikirdir. 1950-ci illərdə konstitusiya yoxdur. Sovet Azərbaycanında 1921, 1937 və 1978-ci illərdə konstitusiya var. 50-ci illərdə konstitusiya yoxdur. Sadəcə konstitusiya var idi onsuz da 37-də qəbul olunmuşdu. Ona əlavə dil haqqında qanun gətirilib. Amma konstitusiya özü qəbul olunmayıb. Bu səhv fikirdir. B-yə baxaq. Kartoçka sisteminin ləğv edilməsi. Kartoçka sistemi, talon sistemi 1929-da başlayır, 1947-yə qədər davam edir. 50-ci illərdə artıq yox idi. Ləğv olunmuşdu. Ermənistanda yaşamış Azərbaycanlıların deportasiyasının davam etdirilməsi. Bəli, bunu götürəcək 1948-in 53-ə qədər olacaq. Burada yalnız C-ni götürmək lazımdır. Biri ancaq C olmalıdır. Keçək 60-cı illərə baxaq. Milli Azərbaycan qərargahının qurulması, bəli, 1962-ci ildədir. Götürəcəyik. İcbari 10 illik təhsil də 1966-dadır. Bunu götürəcəyik. Daha sonra dövlət dilinin Azərbaycan dili olması haqqında konstitusiyaya maddənin əlavə olunması 1956-cı ildədir. 60-cı illər deyil, götürməyəcəyik. Deməli, burada yalnız 1-də C-ni, 2-də A və B-ni götürəcəyik. 1-də C, 2-də A və B. Düzgün cavabımız D variantı. Keçən növbəti sualımıza baxaq. Yenə sxem, baxın. Ancaq sxemlər demək olar ki. Uyğunluğu müəyyən eləyək. Sxemlər olsun, amma ki, bir dənə, 2 dənə. Görün, nə qədər sxem var. Bunlar vaxt aparan suallardır. Düzdür, çətin olan da var, asan da olan da var. Amma ki, vaxt aparır axı. Uyğunluq Cahanşah. Cahanşah Qaraqoyunlu hökmdardır. Onun daxili siyasətini tapmalıyıq, bir də ki, xarici siyasətini tapmalıyıq. Gəlin Cahanşahın əvvəl baxaq, tapaq daxili siyasətinə. Hərbi islahatın keçirilməsi doğru cavabdır, daxili siyasətdədir. Hakimiyyətə qarşı qiyamlar vardı, bəli, onu yatırıb düz. B-ni götürəcəyik. Teymurilər varsa bu ki, daxili siyasət deyil, xarici siyasətdir. C çıxılır. Yarımköçmə əmirlərə qarşı mübarizə aparması, bəli. 1-ə A, B, C. Baxın, 1-ə ABC harda var? 1-ə ABC, bir dənə cavabda var. 1-ə ABC, 1-ə ABC. 1-ə ABC. Baxın B variantında. Qarışıqlıqdır, burada hamısını rəngləmişəm, çaşdım.
Biri ABC yalnız bir cavabı var, o da B variantı. 2'ye A-dan C olacaq. Xarici siyasət, bəli, Herat müqaviləsi 1459-da götürəcəyik. Xarici siyasətdir. Venesiya ilə müqavilə uzun əsərdə Cahanşah deyil, B çıxılır. Şirvanşahla hərbi ittifaq qurulması, bəli, 1460-cı ildə də Ərdəbil şeyxlərinə qarşı Samur döyüşündə birgə döyüşüblər. C götürüləcək. Qızıl Orduya qarşı mübarizə aparılması da xeyr. Deməli, biri ABC, 2'ye A və C variantı B üçün cavabdır. Keçən növbəti sualımız 38, 17-ci əsrin ikinci yarısında Azərbaycanda hansı vəzifəli şəxs rütbə kimi olmayıb? Sancaqbəy bizdə yox, Osmanlı dövlətində olub. Bir də ki, Noyon bizdə yox, Monqollarda var idi. Vəzirdir, Qolbəy və Bəylərbəy bizdə olub. Olmayanlar 1 ilə 4'dür. A variantı. Keçən növbəti sualımız 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda nə baş verəcək? Deməli, Şeyx Məmməd Xiyabani milli hökumətin qurulması 1920-dir. Müharibə isə 1914-18-də olub, bu getdi. B-yə baxaq, Seyid Cəfər Pişəvərin milli hökumətindən danışır. Bu 1945-ci ildədir. Bu da Dünya müharibəsi illərinə düşmür, 1-ci müharibəyə düşmür. 1945-in 12 dekabrındadır. C-yə baxaq, Xiyabaninin rəhbərlik etdiyi ADP yarandı. Bəli, Azərbaycan Demokratik Partiyası 1917-də. Burada C-ni götürəcək, dünya müharibəsinə düşür. 21 Azər hərəkatı da, bu da Pişəvəri ilə bağlıdır. Və milli hökumətin süqut etməsi də 20-ci ildədir Xiyabani dövründə. Burada yalnız cavab C variantı uyğun gəlir. Keçən növbəti sualımız 40 Şimali Azərbaycanda keçirilən 1870 islahatının 47'dən fərqi cəhətini seçək. Baxın, 70'də olsun, 47'dən fərqlənsin. Birə baxaq, dövlət kəndlilərinə aid edilmişdi. Səhv fikirdir. 1847-də, 1870-də sahibkar kəndlilərinə aiddir. Dövlət kəndlilərinə yox. 2'yə baxaq, feodal asılı münasibətlərinə güclü zərbə vurulub. Bəli, 1870-ci ildən sonra Azərbaycanda yavaş-yavaş kəndlilər feodal asılılığından çıxırlar, qolçamağa çevrilirlər, müvəqqəti mükəlləfiyyət sistemi formalaşır. Yəni bir şans yarandı ki, kəndlilər pul ödəsin və azad olsunlar, asılılıqdan çıxsınlar 70'də. Bu 47'də belə bir şey olmayıb. 2'ni buradan götürəcəyik. 3'ə baxaq, mal cəhət vergisi həm 47'də, həm 70'də var, oxşar cəhətdir, fərq deyil. Kəndliyə öz payı torpağın satın almaq hüququnun verilməsi, bəli, bunu götürəcəyik 4'ü. Çünki 1870-ci ildə kəndliyə torpaq satılırdı, amma məcbur edilmirdi. 5'ə baxaq, kəndlərə yararlı torpaqların ayrılması, bu da oxşar cəhətdir. 47 və 70-ci ildə 2 dənə torpaq ayrılıb kəndliyə. Fərqli olan 70-ci ildən 47-dən 70'in fərqi budur ki, 2 və 4 olsun fərqli. D variantı. Keçən növbəti sualımız 41 Romada plebeylərin patrislərlə mübarizəsində əldə etdiyi uğurlar. Biz dərslərimizdə bunu hər dəfə qeyd edirik. Hər dəfə deyirəm ki, sayın görün plebeylərlə patrislər müharibə edəndə plebeylər nə qazanıb. 5-ci əsrdə plebeylər xalq tribun seçmə hüququnu qazandılar. 4-cü əsrdə onlar qula çevrilə bilməzdi, bu qadağan olundu. 3-cü əsrdə isə plebey vətəndaş oldu, torpaq sahibi oldu, hətta konsul da ola bilərdi. Amma ki, əmək haqqısı artmırdı əlavə iş üçün. Yəni burada plebey tam hüquqlu vətəndaş oldu. Bu biraz sadə sual idi. C variantını götürəcəyik. Keçən növbəti sualımız Manna hökmdarı Ullusun və Uvalli. Bu da sadə sualdır. Assuriya ilə müttəfiqlik münasibətlərinin bərpa olunması. Uvallidə hər dəfə deyirik ki, Assuriyaların dostluq əlaqəsini qurub, Ullusun isə Sarqonla dost idi. Bir müddət sonra üz döndərmişdi, Urartuya meyl etmişdi. Təzədən böyük yürüşdən sonra 714 eramızdan əvvəl Sarqonla müttəfiqliyi bərpa edib. İkisi də bərpa etmədisə Assuriya ilə A variantı. Bu da biraz asan sual idi. Yəni çətin suallar asan suallardan çoxdur, onu demək istəyirəm. Daha çox çətin sual yeri ayrılıblar. 43. Ərəb xilafəti və Böyük Səlcuq dövlətinin tarixinə oxşar cəhət Azərbaycanı özünə tabe etmələri, bəli, ərəblər də, Səlcuqlar da, hətta 1066 Şirvanşahı tabe etməklə bütün Azərbaycan Səlcuq dövlətinə tabe olacaq. 8-ci əsrdə isə Albaniyanın varlığına son qoymaqla, daxili müstəqilliyə son qoymaqla bütün Azərbaycan ərəbin tam tərkibində olacaq. Onsuz da Azərbaycan ərəbin tərkibinə qatılmışdı 7-ci əsrdən. Yəni biri götürdük, Çinə hərbi yürüşlərin edilməsi, bu səhv fikirdir. 3'ə baxaq, Qərbi Avropaya hücumlar. Düzdür, Ərəbdə var, amma Səlcuqda yoxdur. Ərəblər Poitiers döyüşündən sonra 732.
Xidmətə görə əhaliyə torpağın, hərbiçiyə torpağın paylanması, bəli, İqta torpağından söhbət gedir. İqta torpağını ərəblər qurublar. Səlcuqların dövründə geniş miqyas almışdı. 1 ilə 4 düz cavabdır A variantı. Keçən növbəti sualımız 2-ci Dünya müharibəsində daxil olduqdan sonra, aha baxın, çətin suallardan biri də budur. Çünki burada hamısı eyni ildədir, bir dənə ay fərqi var. Deyir ki, ABŞ 2-ci Dünya müharibəsində qoşulandan sonra neyniyib? Müharibəyə qoşulmamışdan əvvəl yox, qoşulandan sonra neyniyib? Məsələn, bilirik ki, ABŞ 1935-ci ildən bir tərəf idi. 1939-da müharibə başlayanda ABŞ qoşulmadı. 40-cı ildə qoşulmadı. 41-ci ildə yalnız sona yaxın, dekabrın 7-sində qoşuldu müharibəyə. O da nə üçün qoşuldu? Yaponiya ABŞ-ın hava adalarındakı silah bazasını partladır, Pearl Harbor silah bazasını və ABŞ bundan sonra müharibəyə qoşulacaq. Gəlin baxaq, ABŞ-ın dünya müharibəsində qoşulmasından sonra Lend-Liz haqqında qanunu götürməyəcəyik. Çünki bu qanunu ABŞ müharibəyə qoşulmamışdan öncə hazırlayıb. 1941-in mart və noyabr aylarında tətbiq edib. Amma müharibəyə dekabrda qoşulacaq. Daha sonra Atlantika Xartiyası adlanan sənədi imzalaması. Bunu da götürməyəcəyik. Çünki bu sənəd Atlantika Xartiyasını ABŞ-la İngiltərə bağlayıb 1941 14 avqustda. Hələ ABŞ müharibəyə qoşulmayıb, dekabrda qoşulacaq. 3-ə baxaq, Yaponiyaya qarşı hərbi müharibəyə başladı, düz dekabrın 7-si qoşulan kimi. Midway döyüşündə qələbə çaldı, bəli, 42-ci ildə. Bir də ki, 2-ci cəbhənin açılmasında iştirak edib, bəli, 44-cü ildə Eisenhower'in Fransanın şimalına qoşun çıxarması və 2-ci cəbhənin açılması. 3, 4, 5-dir cavab C variantı. Qəşəng sual idi. Keçən növbəti sualımız, amma deyim çətin sualdır, bu sizə asan görsənməsin. Ay fərqi olan testlər az çətin olur. Keçən növbəti Venn diaqramı. Venn diaqramı adətən hər il olur. Yəni, bu öyrəşmişik. Keçək Fransa krallığı və İngiltərə krallığı. Fransa krallığını 843-də xatırlayaq, Verden müqaviləsindən sonra qurulub. İngiltərə isə 9-cu əsrdə Sakslar tərəfindən orada dövlət qurulub. Amma 1066-da mərkəzləşmiş dövlət kimi formalaşıb. Amma fərq etməz. Ümumiyyətlə bizdən nə soruşur? Fərq etmir. Zamanı soruşmur bizdən. Fransa və İngiltərə aid olsun. Bunu soruşur. Deməli, Böyük Azadlıq Xartiyası 1215-ci ildə İngiltərə hazırlayıb. Biri A gedir. Sərhəd yürüşlərində iştirak etmələri bu oxşar cəhətdir. B-ni ortaq qoyacaq. Nəyə görə? Çünki birinci xaç yürüşündə əvvəl kəndlilər, arxasından Almaniya, Fransa və İtaliyadan çıxmış knyazlar, bu zəncavərlər gedir. Üçüncü xaç yürüşündə isə İngiltərə, Fransa və Almaniya kralları iştirak edir. Yəni həm birincidə, həm üçüncüdə İngiltərə, Fransa iştirak edib. Bu ortaq cəhətdir. C-yə baxaq. Azincourt döyüşü 1415-ci ildədir. Burada ingilislər qalib olublar. Deməli, C Azincourt döyüşü ingilislərə götürəcəyik. Daha sonra 100 illik müharibədə iştirak ediblər. Bu ortaq cəhətdir D variantı. Çünki 1337-1453 bu müharibə ilə Fransa, İngiltərə arasında olacaq. Ortaq cəhətdir. Bir də Jaklar üsyanının baş verməsi, Jakeriya 1358-ci ildə. Bu da Fransa tarixinə aiddir. 1-ə Y, 2-yə AC, 3-ə BD. 1-ə Y, 2-yə AC, 3-ə BD. Y variantı düzgün cavabdır. Maraqlı test idi. Keçən növbəti sualımız Eldənizlər hökmdarı, yəni Atabəy hökmdarı Qızıl Arslan'a aid olmasın. Sadə sualdır. Paytaxtının Həmədan'a götürülməsi. Paytaxt 1175-ci ildə Məhəmməd Cahan Pəhləvanın dövründə götürülüb. Qızıl Arslanın dövründə götürülməyib. Asan sual deyənə üstündə qalmayacağam, üzərində qalmayacağam. Keçən növbəti sualımız 47. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev. Baxın, ən çətin suallardan biri də bu idi. Niyə görə çətin sualdır? Çünki əzbərçi bir cümlədir. Ona görə yəni sən bu hissəni cümlə əzbərləməlisən. Mahiyyətini dərk etsən, işləmək çətin olar. İmini əzbərləməlisən testi. Deyir ki, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Avropa dövlətləri ilə münasibətlərə önəm vermişdi. Aha, bildik ki, Heydər Əliyev prezident olandan sonra Avropa dövlətlərinə önəm verib. Aha, bildik. Avropa ilk rəsmi səfəri zamanı aparılan danışıqlar nəticəsində ölkəmiz Avropa təhlükəsizlik sisteminə doğru ciddi şəkildə irəlilədi. Yəni bu test onu demək istəyir ki, ilk Avropaya səfər, yadda saxlayın, 1993-cü ildə Fransaya olub.
Oldu mu? Fransaya səfər edəndən sonra Avropada Heydər Əliyev nə etmişdi? Birinci növbədə deyirik ki, 1990-cı ildən bəri Paris xəritəsi imzalanmışdı. Ona imza atır, bəli, 1993-cü ildə, düz. Bir də deyirik ki, Azərbaycan BMT nizamnamələrinə əməl edəcəyinə söz verir və onu təsdiqləyir. 2. Cavab 1-dən 2-dir. Burada Elmir bunu bir dənə bu səhv yazıb. Qalan hamısı düzdür. Bir dənə səhv var idi. Keçən növbəti sualımıza xəritədir. Deməli, xəritədə ştrixlənmiş ərazi, baxın bura, Şəddadilərə məxsus ərazilərdir. İndi Şəddadilərlə bağlı biz nəyə tapmalıyıq? Düzgün cavabı tapmalıyıq. İskitlərdir. İskit hara, Şəddadi hara? İskit dövləti eramızdan əvvəl 672-590-cı illərdə mövcud olub. Şəddadilər isə bizim eramızdandır. 971-1088 ola bilməz. Slavyanların yürüyüşü nəticəsində paytaxtının böyük dağıntıya məruz qalması. Slavyanlar Gəncə şəhərinə böyük ziyan vurmayıblar. Bu da səhv fikirdir. Bir müddət Sacilər və Salarilər dövlətindən asılı vəziyyətdə olmuşdu. Tamamilə səhv fikirdir. Sacilər, Salarilər dağılır. Salarilər qurulur. Salarilər zəifləyəndən sonra Şəddadilər çıxır ortaya. Mümkün deyil. Deyə baxaq, Oğuz Səlcuq türkləri ilə birləşib, bəli, 1048 erməni, gürcü, Bizansa qarşı birgə döyüşüblər. Cavabımız D variantıdır. Bir də burada Y-də deyir ki, Parfiyanın Arşakilər sülaləsinə tabi olması tamamilə absurd fikirdir. O, Atropateniya məxsusdur. Bizim eran 20-ci ilində. Şəddadilər yox. Keçən növbəti sualımız Osmanlı Sultanı Süleyman Qanunidən söhbət gedir. Diqqət yetirin bura. Paytaxtın Ədirnəyə köçürdən 1-ci Muraddır. Daha sonra Bolqarıstanı işğal edən 1370-də 1-ci Muraddır. Müstəqilliyinə son qoyan 1396 İldırım Bəyazitdir. Oldu mu? 1 ilə 4-ü çıxanda cavab özü alınır. 2, 3 və 5. Gəlin təsdiqləyək. İspan donanmasının məğlub etməsi bəli 1541-ci ildə olub. Bunu Səlim 1518-də edib, İspanları məğlub edib, Əlcəzair almışdır. Süleyman Qanuni isə 1541-ci ildə edib. Onu məğlub etmişdi. İspanlar geri qayıdıb, Əlcəzair geri qaytarmaq istəyirdilər. Süleyman Qanuni buna imkan verməmişdi. 3-ə baxıq, Səfəvilərlə müqavilə, bəli, 1555 Amansiya müqaviləsi. 5 nə deyir? Moxas döyüşündə qələbə çalması, bəli, 1526. 3, 4, 5 düzgün cavabımızdır. 3 yox, 2, bir dəqiqə. 1 çıxıldı, 2-ni götürdük İspanları, 3-ü götürük Səfəvilər götürdük. 1 ilə 4 səhv fikirdir. 2, 3, 5 cavab düzgün cavabdır, C variantı. Yəni İspanlılar düzgündür, Moxas döyüşü düzgündür və Səfəvilərlə müqavilə düzgündür. Keçən növbəti sualımız Albaniya 6-cı əsrin 2-ci yarısı tarixinə aid olsun. 6-cı əsrin 2-ci yarısı. Mehranilər sülaləsi deyir burada. Baxın, ola bilərmi? Mehranilər nə vaxt idi? 630-cu ildən başlayır 705-ə qədər. Axı bu 7-8-ci əsrdə, 6-cı əsr deyil. 2-yə baxın, yerli hökümdarlar tərəfindən idarə olunurdu. Bu da səhvdir. Axı bildiyimiz kimi 510-cu ildən 629-a qədər Albaniyada yerli hökümdar hakimiyyəti olmayıb. Sasani mərzibanları dövrü idi. 2 də buradan çıxılacaq. Deməli, 1-2 çıxırsa cavab 3 ilə 4-dür. Bir dəqiqə, 3-ə baxın. Sasaninin şimal, bəli, 3 götürüləcək. Sasaninin şimal mərzibanlığına aid idi. 4-ə baxaq. 4 ola bilməz deyir. Müsəlmanlar cizyə ödəyirdi. Sasaninin dövründə ümumiyyətlə müsəlman ifadəsi olmayıb, ərəblərdən başlayır. Bir də Sasanilərə cizyə yox, cezit vergisi olmalıydı. Burada yalnız düz cavab 3-dür. Yalnız 3, Y variantı. Keçən növbəti sualımız xəritədir. Baxın, növbəti xəritədir. Uyğunluğu müəyyən eləyək. Baxın, 13-cü əsrdə şəhərlər rəqəm qoyub. 1 Dərbənddir, 3 Şamaxıdır, 2 Təbrizdir. Amma diqqətli olun, 13-cü əsr olsun bu şəhərlər. Deməli, deyir ki, Səlcuqların hücumuna məruz qalıb. Bunu çıxaq buradan. Niyə? 13-cü əsrdə Səlcuq nə gəzir? Bu dövlət 1038-1157-ci illərdə olub. B-yə baxaq, 1225-ci ildə Cəlaləddinin ordusu tərəfindən işğal olunacaq. Bəli, bu Təbrizdir. Təbrizin qabağına B yazaq. C nə deyir? Monqolların birinci yürüyüşü zamanı dağıdılmışdır. Bu Şamaxıdır. Şamaxın qabağına C yazaq. Oldu mu? Hətta əhali nə deyirdi orada? Qıldı sağlamağın vaxtında bizə ölümdən qurtuluş yoxdur falan.
Deyə baxaq, Monqollar tərəfindən tutularaq bütün Azərbaycan tabe edilmişdi. Bu Dərbənddir, D variantı 1239-cu ildə. Daha sonra Y-yə baxaq, Cəlairlər dövlətinin paytaxtı olmuşdu. Bu səhv fikirdir. Niyə? Cəlairi dövləti 1340-cı ildən başlayır 1410-a qədər. Cəlairi dövləti 13-cü əsrdə olmayıb. Deməli, burada olacaq 1-ə D, 2-yə B, 3-ə C. 1-ə D, 2-yə B, 3-ə C. Bəli, B variantı. Keçən növbəti sualımız paleolit və mezolit dövrlərinə aid oxşarlığı müəyyən eləyək. Deməli, buradan 5-i çıxaq. Niyə? Çünki paleolit dövründə əkinçilik olmayıb. Buradan 4-ü çıxaq. Niyə? Çünki paleolit dövründə mikrolit, kiçik ölçülü daşlar olmayıb. O mezolitdən başlayır. Düz cavabımız 1, 2 və 3 olacaq. Nəyə görə? Paleolit dövründə istehlak təsərrüfatı var, həm də mezolit dövründə var. Qadınlar bəli əsas idi. Qəbilə üst paleolitdən başlayır, həm də mezolitdə var. Bir də insanlar yaşayırdı harda? Mağaralarda. Bəli, paleolit dövründə başdan başa mağaralar, azıq, tağlar və s. Mezolit dövründə isə damcılı mağarası. 1, 2, 3 Y variantı. Keçən növbəti sualımız xronologiyadır. Deməli, Qızıl Ordu dövlətində İslam dininin qəbul olunması bu Özbəyin dövründədir. 14-cü əsrin əvvəlləri 1342. Daha sonra Qızıl Ordu xanı Əhməd xanın Moskva knyazlığına hücumu bu 1480 Uqra görüşüdür. Daha sonra Qızıl Ordu dövləti ilə Hülakülər arasında ilk müharibənin başlanması bu 1263-cü ildədir. Təbriz şəhərində Toxtamış tərəfindən işğal olunması bu 1385-ci ildədir. Bu variantı düzmək üçün əvvəl götürəcəyik buradan 2-ni. 2-ni götürəcəyik buradan. Belə. Daha sonra buradan götürəcəyik 1-i. 2-ni 1-i. 2, 1. Düz götürdüm. 2, 1 düz götürdüm. Bir təzədən baxım, üzrlü sayım. Deməli, ən kiçik rəqəm burada hansıdır? Ən kiçik rəqəm burada deməli olacaq 2 yox, 3 bağışlayın. Birinci 3 gəlir. Səhv götürdüm mən. Əvvəl 3 gəlir. Daha sonra kiçik rəqəm burada hansı gələcək? 3, 1 olacaq. 3, 1. Sonra olacaq 4. Sonra 2. 3, 1, 4, 2. Qoy təzədən baxım. Əvvəl 3-ü götürdük. Düz. Sonra 1-i götürdük. Düz. 4. Bəli. 3, 1, 4, 2. Keçən növbəti sualımız Aleksandr. 1-ci Aleksandr və 1-ci Nikolayın. 1-ci Aleksandrın dövrü 1801-25'dir. 1-ci Nikolayın dövrü 1825-55'dir. Baxaq burada. Deməli, oxşarlıq soruşur. Fransız hərbi qüvvələri ilə mübarizənin aparılması. Bunu götürəcəyik. 1-ci Aleksandrın dövründə xatırlayaq 1813 Borodino döyüşünü. Nikolayın dövründə xatırlayaq Fransaya qarşı müharibə Krım müharibəsində. Osmanlı müttəfiqi də Fransa, İngiltərə. Deməli, bu belə. Sonra Qacarlarla müharibənin aparılması götürək. 1-ci Aleksandr 1-ci Rus-Qacar müharibəsi Gülüstan müqaviləsini bağlayıb. 2-ci Aleksandr 2-ci Rus-Qacar müharibəsi Türkmənistan müqaviləsini bağlayıb. Cavab 1-2-dir. Çünki xanlıqlarımızla Nikolay müqavilə yox, Aleksandr müqavilə bağlayıb. Bir də ki, Qara Dəniz uğrunda Pyotrla Yekaterinə ilə mübarizə aparıb. Cavab 1-dən 2-dir. Keçən növbəti sualımız bircə dəqiqə. AXC-nin Tiflis və Bakı dövrlərinə aid oxşarlıq ümumi cəhət olsun. Tiflis dövrü 1918 maydan iyuna qədərdir. Bakı dövrü 1918 iyundan sentyabra qədər Gəncə olur. Sentyabrdan axıra qədər Bakı dövrüdür. Tiflislə Bakı, yəni 1-ci və 3-cü dövrü ilə oxşarlıq olsun. Deməli, müəyyən müddət Milli Şura fəaliyyət göstərmişdi. Bəli, Tiflisdə qurulanında AXC ilk vaxtlar Milli Şura var idi. Sonra Bakıda köçəndə paytaxt 1918-16 noyabr təzədən Milli Şura bərpa olunub. Oxşarlıqdır bu. 2-yə baxaq, qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi. Xeyr, parlament Bakı dövründən başlayır. 1918 7 dekabr. Tiflis dövründə olmayıb. Sonra qonşu dövlətlərlə hərbi müqavilənin bağlanması. Bunu da götürək 3-ü. Çünki Tiflis dövründə Batum müqaviləsi var Osmanlılarla 4 iyun 1918. Bakı dövründə Gürcülərlə müqavilə var 1919-16 iyun hərbi müdafiə paktı. 1-3.
Bir də 4-ü buradan götürək. Fətəli xan Xoyski hökumət təşkil etmişdi. Bəli. Yəni Tiflisdə birinci hökuməti, bir də Bakıda üçüncü hökuməti Xoyski qurmuşdu. 1, 3, 4 olacaq. 5 niyə ola bilməz? Deməli, qanunverici səlahiyyətə malik olması. Birinci yox. Yalnız ikinci hökumət həm qanun verirdi, həm icra edirdi. Digərləri etməyib bunu. 3 də etməyib, 4 də, 5 də. Bu da ki, oxşar ola bilməz. Cavab olacaq burada 1, 3, 4. 1, 3, 4. Keçən növbəti sualımız yenə sxemdir. Baxın, neçənci sxemdir artıq. Elm və mədəniyyət xadimlərinin fəaliyyətlərini uyğunlaşdıraq. Deməli, Həsən bəy Rumlu. Həsən bəy Rumlu 16-cı əsrdə Şah Təhmasibin dövründə yaşayıb, tarixat əsərlər yazıb, onun baş tarixçisi olub, döyüşlərində iştirak edib. Düzgün cavab deyil bu. Çünki burada 15-ci əsr göstərir. Getdi. Yəni bu səhv cavabdır. Mən niyə çeviriyə aldım əslində? Bu səhv fikirdir. 2-yə baxaq. İskəndər bəy Münşi, bəli, Şah 1-ci Abbasın dövründə tarixçi olub və yaxud da ki, onun döyüşlərində iştirak edib. 2-ni götürək. 3-ə baxaq. Məhəmməd Tahir Vahid, bəli, 2-ci Abbasın vəziri olmuşdu dövründə, həm də tarixçi olmuşdu. 2-3 düzgün cavab. 4-ə baxaq. Kəmaləddin Behzad, deməli, Təbrizdə kitabxana rəisi olmuşdu, həm də rəssam idi. Bu səhv fikirdir. Burada deyir ki, Marağa rəsədxanasında astronomiya kimi fəaliyyət göstərib. Burada 2 və 3 düzgün cavabdır. 2 və 3 və uyğunluğu müəyyən edin. Məhəmməd Xudabəndə, Şah 1-ci Abbas. Məhəmməd Xudabəndənin dövrünü xatırlayaq. 1578-1587. Şah 1-ci Abbasın dövrünü xatırlayaq. 1587-1629. Azərbaycan bəylər bəyliyin quran Şah 1-ci Abbasdır. 1593-cü ildə. Daha sonra Niyazabad döyüşündə iştirak edən Məhəmməd Xudabəndədir. 1583-cü ildə. Xorasanı geri qaytaran Şah 1-ci Abbasdır. 1599-cu ildə. Molla Həsən döyüşündə Krımları məğlub edən Məhəmməd Xudabəndədir. Demək, 1578-ci ildə. Daha sonra Osmanlı hökmdarı 2-ci Bəyazitlə əlaqələr quran Səfəvlərdən 1-ci İsmayıldır. Yəni, heç birinə aid deyil bu. Deməli, 1-ə BD, 2-yə AC. 1-ə BD, 2-yə AC. Keçək bizim situasiyaya, bayaq dediyimiz situasiya. Mən onu təxmin etmişdim və demişdim ki, fikir verin uşaqlara, Ərəb-İsrail müharibəsi düşəcək situasiyaya. Nəsə ürəyimə damıb, həqiqətən də düşdü. Baxın, burada Ərəb-İsrail müharibəsini biz keçmişik. 1-ci, 2-ci, 3-cü müharibələr. Burada 70-ci il müharibəsindən danışır. Bilirsiniz ki, 1973-cü də bunlar yenidən müharibə ediblər. Deməli, bu müharibənin gedişatında deməli, ərəblər neftin qiymətini qaldırmışdılar. 4 dəfə baxın. Neftin qiyməti 4 dəfə qalxmışdı və bu müharibə həm də belə bir cümlə demişdim ki, mən uşaqlara məhz bu müharibənin digər müharibələrdən fərqi bu idi ki, regional xarakter daşımırdı da. Bu ki, beynəlxalq səviyyəyə qalxmışdı. ABŞ, SSR köməyə gəldilər burada. Həmən bu mətninə özünüz də baxa bilərsiniz. Hətta müharibənin gedişində burada Camp David sülhündən danışır. Baxın. 1978-də İsraillə Misir bağlamışdı və Misir İsraillə yaxınlaşmışdı. İndi həmən mətnə uyğun cümlə çıxardaq, yəni suallara baxaq. Deyir ki, mənbədə bəhs olunan müharibənin başlanmasında ərəb dövlətlərinin məqsədi nə idi? Burada torpaqlarını, bircə dəqiqə, ərəblər işğal olunmuş torpaqlarını, qısa yazıram, geri qaytarmaq. Konkret cavab budur. Daha sonra burada deyir ki, bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas almasına səbəbi göstərin siyasi baxımdan, həm də ki, iqtisadi baxımdan nə ola bilər? Burada siyasi baxımdan ABŞ-ın İsrailə, SSR-nin isə Fələstinə yardım etməsini deyə bilərik. Siyasi münasibəti idi. İqtisadi amil isə burada mətndə olmasın, amma deyir o cümlə. Neft şoku burada var. Deyə bilər ki, neft qiyməti qalxır deyəndə dünya ticarəti zəifləyir və böhran başlayır. Neft böhranı yazmaq olar. Və haqqında bəhs edilən sazişin Misir dövləti üçün 2 nəticəsini yazın. Həmən mətndə baxın, Camp David sazişindən bəhs edir. Burada özü verib 1978 müqavilənin şərtini bura
yazırıq. Deməli, bu müqaviləyə əsasən Misir İsraillə yaxınlaşır, İsrailin müstəqilliyini qəbul eləyir, İsrail də onun tutduğu deməli Sinay yarımadasını geri qaytarır və bununla da ərəblərin birliyi pozulur. Misir Ərəb Dövlətləri Birliyində nüfuzdan düşür. Bu qədər hər birinizə uğurlar.